hamımız nigaranıq. Axırımız necə olacaq? Axır nöqtə çox mühümdür. Axır dəqiqə çox mühümdür. Çox insanlar var ki, axır dəqiqədə imanlarını itirib ölürlər. Çox çətindir. Necə ilə aqibətimiz xeyirli olsun? İnanın ki, konkret yol göstərmirlər. Dilər Allaha pənah aparın. Allaha pənah aparın. Amma hədislərə baxırsan, görürsən ki, aqibətin xeyirli olması üçün ən təsirli məsələ xeyirli niyyətlərin olmasıdır. Niyyətin necədirsə, aqibətin də elədir. Həmişə xeyir niyyətdə ol ki, aqibətin də xeyirli olsun. Bəzi adamların görsən, övladları salih olur. Allah qabağına salih dost çıxardır, gedir salihlərə qoşulur. Allah qabağına yaxşı müəllim çıxardır, gedir elm əhli olur, alim olur. Çox əməli salih övladları olur. Allah tənzimləyir. Niyə görə belə olur? Deyirlər ki, bu adam ki, cəmaata xeyir niyyətdə idi, cəmaata qarşı xoş niyyətdə idi, kimi görürdü, yaxşılıq arzu edirdi cəmaata, xoşbəxtlik arzu edirdi, Allah bu niyyətləri boşa çıxartmır. Görsən, qapıdan, pəncərədən, yerdən, göydən balalarına nəsib eləyir. Qapılar açır. Atanın niyyətləri, xoş arzuları hədər getmir, boşuna getmir.